Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine Karşı Türkçe Eski Kitaplar programının 409. bölümünü başlayıram. Görək bu günləri hangi kitab şansımıza çıxacaqdır. Keçən cəlsədə, əgər səhv eləmirəmsə, bir kitab çıxdı şansımıza. Təzkirət-i Şüəra adında yarımçılıq qoyduq. Çünki biraz vaxtimizin çoxunu qoyduq bir ayrı kitabın üzərində, yəni təzkirənin üzərində. Fikirəm bunlardan biri də əgər görsən. Sonda bunları indirmişdik. Görün bunların hansısıdır? Bəlkə də elə ikisi də olacaqdı, amma ehtimalən bunların ikisi bir kitabdır. Nömrələri fəqət fərqlidir. Nuru Osmaniyə. Bu görürük aynıdır. Nuru Osmaniyə. Bunda da aynı bir şeyler olsa, aynı benzer kimi. Yox, fərqli kitablardılar. Hər halda iki kitab açdıq bu günləri. Fikirəm geçən dəfə bunu əvvəl açmışdıq. Bəli, əvvəl bunu açmışdıq. Bu günləri də elə əvvəl bunu açaq. Ta eləyə bilək ki, biraz o heç olmasa keçənki günümüzə görə. Kitabın geçən dəfə baxmışdıq. Ona görə bu səfər qısa baxacağıq. Kitabın cildini görmürük. İçəri cildi açmışıq. İçəri səhifəni görürük. Osmanlı dövrəsindən bir su üzündə olan rəssamlıqdan görürük. Sonra kitabın səhifələrini görürük. Ortası Şirazənin o yer ki tikilir. Ora cırılıbdır, sökülübdür. Ehtimalən bir neçə səfər cırılıbdır. Çünki yapışqanından qopduğunu görürük səhifənin. Və burada əl yazıları görürük. Kitabın Təzkirə-i Şüəra-i Lütfidir. Gene burada yazaq təzad. Təzkirə-i Şüəra-i Lütfi. Lətifi, üzr istəyirəm. Lətifi, Lütfi deyil. Lətifidir. Və burada kitabı alanlar bu 3-4 səhifədə öz əlləri ilə yazılar yazıblar. Hətta bu səhifədə də və sonra vəqfinaməni gördük ki, oxuduq. Sultan Mustafa Xan ibni Sultan Osman xan Sultan Mustafa'nın oğlu bu kitabı vəqf eləyibdir. Bu da bildik ki, 3-cü Mustafa'dır ya 4-cü Mustafa'dır, yadımda deyil indi o. Kitabın özünü görürük. Kitabın qıraqlarına biraz su gəlibdir və kitab bir neçə rəhdə yazılıbdır. Əvvələn 2-ci səhifə, yazının 2-ci səhifəsində əsid tökülübdür kitabın üstünə, onu görürük. Kitabın 2-3 yerdən rəngi, yəni 2 səhifədə dalbadal rəngi gedibdir və hətta təzhibin də üstünə təsir qoyubdur. Birinci səhifədə bir təzhib görürük. Osmanlı dövrünün təzhibi. Kitab zahirən abı ya sürməyi rənginə yazılıbdır. Sürməyi desək yaxçıdır, abıdan biraz tox. Orada burada yaşıl rənginə, abı rənginə və qırmızı rənginə bu kitab yazılıbdır. Bəzi kəlmələr ərəbcə olanda onların səslərini də qoyublar. Bir çox sonralar bu kitab çönür, qırmızı ilə, qəri ilə, ikisi ilə yazılır, amma nöqtələr abı, qırmızı davam edir. Bəlkə orada burada yaşılı da yenə gördük, amma hələ falan buracan görməmişik. Kitab sütunları çox gözəldir. Ehtimalən şüəra və şeylərin axları haqdadır. Yəni mən əgər böyük dairələri saysam, buradan da saya bilirik ki, neçə dana şeyx və böyük düşünürlərin haqlarında danışır. Onu da eləyə bilirik ki, görək. Mən böyük dairələri sayacağım, kiçikləri yox. 1, 2, 3, 4 qatışdırdım düzünü axtarsaz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Buradan sonra da dairələr adsızdırlar. 18, 19, 20 və burada onların adlarını yazıblar. Çox ad yazıblar. 21, 22, 23, 24, 27,
29, 32, 30, 31, 31, 33, 36, 37, 39, 40, 42, 43, 44, 46, 49, 51, 53, 56, 59, 64, 66, 70, 75, 84, 87, 88, 9, 93, 95, 99, 101, 104, 106, 109, 111, 112, 12, 13, 16, 19, 21, 24, 26, 27, 28, 29, 33, 36, 7, 38, 38, 42, 44, 47, 49, 51, 54, 56, 58, 62, 64, 65, 67, 70, 72, 74, 75, 77, 80, 180 buradan, 82, 182, 85, 87, 91, 93, 94, 97, 98, 102, 202, 204, 207, 289, 211, 213, 216, 218, 220, 222, 225, 227, 28, 29, 32, 34, 36, 38, 9, 41, 243, 247, 49, 253, 255, 56, 57, 59, 61, 263, 64, 67, 69, 70, 71, 73, 75, 77, 81, 283, 86, 287, 289, 290, 94, 95, 96, 98, 90, 301, 303, 2, 304, 308, 310, 14, 18, 20, 24, 26, 29, 32, 34, 36. Tamam. Burada qutardı. 200, 336 dına mən saydığım qədər yəni. 336 dına böyük alimin, düşünürün, insancıl düşünənlərin yolu və fikri ilə burada tanış olubdur. Bu kitab bunları bizə tanıdıqdır. Böyük bir mənbədir. Yəni bunların hərəsinin bir düşüncəsi ilə də azdan çoxdan tanış olaq. Kitabı dünən görmüşdük, ona görə şey eləmədik. Axırda bir tarixin yenə təzəşdən oxuyayım. Bu kitab ha vaxt yazılıbdır. Axırda dedik yenə bir neçə səhifə kitabın sahibləri alanlar yazıblar. Amma axırda adı, kitabın tarixin və adı yazanı falan görək nə mənədir. قد وعى الفراغ من تحرير هذه النسخة اللطيفة عن يد الأفكر الإباد Derviş Muhammedzade Derviş Muhammed İbni Murad yazar
Nüsxəçi əlbəttə desək buna, ya yazar deyək. Baxarıq görürük. Yazar Dərviş Məhəmməd ibn Murad. Əhsən iləyhə və iləyhə fi əvasiti beynəl Rəbiül Axər tarix Rəbiül Axər sənəyə İsna və səmaninə və tisəmiyə. İsna və səmaninə və tisəmiyə 982 72. Google-dən tezlaşdan bunu soruşaq. Cimnaydan. Sənəyə dilin çevirək. Sənəyə İsna və səmaninə və tisəmiyə. Tamam, bunu yazdıq. İndi bunun da 982 Hicridə bu kitab yazılıb. Yəni neçə il bundan öncə? Onu da hesablayaq. İndi 1447-nin son ayındayıq. Bundan çıxsaq, yəni bir şey qalmır da. 5-6 gündən, 10-15 gündən sonra gedəcəkdir taza ilə. 1947. Bundan çıxsaq 982 82'dir. 465 il öncə bu kitab yazılıbdır. 465 il öncə bu təzkirə yazılıbdır. Təhrir nə deməkdir? Yazar qəsd olur, yoxsa nəssax? Görək ki, bu ne? İştibah yazmışam. Bu da iştibahın üstündə gedir. Təhrir nə deməkdir? Tamam. Təhrir kəlməsi ərəbcə gəlir və əsli mənası azad etmək, qurtarmaq. Meydan-ı təhrir də hər yerdə ərəblərdə var, yəni azadlıq meydanı. Qurtarmaq və yazmaq, yaratmaq demək. Qədim kətibələrdə və əlyazmalarda sözün işlənməsi bir neçə mənadadır. Yazar, müəllif qəsd olunursa, əgər bir katibin sonunda hərrərəhu ya təhrir sözü görünürsə, bu o kitabı yazan şəxsin, müəllifin öz əsərini başa çatdırdığını, tamam, bu o dediyimiz kimi yazar, o anlamda biz də tutmuşduq bunu. Gedək kitabın özünün əvvəlindən bir neçə sətr oxuyaq. Bu günləri əgər eləyə bilək ki, bir az zamanda biraz bu kitablardan oxuyaq, yaxşı olar. Kitabın əvvəllərində o səhifələrdən keçirik, başlayırıq oxumağa səhifəmizin əslisindən. Bismillahirrahmanirrahim. Dedik ki, bu şeyin içində yazı var. Yəni təzhibin içində yazı var, amma oxunmur. Bəli, ehtimalən əsli kitabda adam o üzbüzə çevirib, o gün düşəndə günün açısı və gözün baxışı eləyə bilər ki, ehtimalən oxusun. Yəni demirəm hətmən oxumaq olar, amma əksi də oxumaq olmur. Bismillahirrahmanirrahim. Mətlə'i muzuni kəlami qədim məhamid mənzumeyi cırılıb. Ya bir şey tökülüb üstünə, hər halda orada o əsid ki demişdim o yüzdə tökülübdür. Burada o bu birisi səhifədə tökülüb əsid. Bu birisi səhifədə də birinci sətirdə də bu zərbəni vurubdur. Mən əgər oxusam bunu məhamid mənzumeyi fusəhai nizam və mən onu fusəha oxudum. Və mədahi mənşuri bəlağət intizam ol məfiz feyz. Məfiz feyz sözündən düzəlmişdir. Məfiz feyz və ilham
mülhimi xeyrül kelame ki lisan insana alfaz rengin ile nutq fesih ve ibarati ibretgerin ile beyan melih verib letaif esma zatinde ve maarif kibriya sıfatinde nüştücuyi ve remuz amuz ve sözlerin آبدار پرسوز ادب طبعی لطایف مشهونون موزون و کلام منظومون سلاست numune okuyacağım ama ihtimalen burada iki numuneti. Şimdi burada bir şiir yazır Rehman. Reşki dürr meknun kıldı li müellifihi. Müellif yazıb bunu. İhtimalen deyil bu şiirin bir qisməti olacaqdır. Reşki dürr meknun kıldı li müellifihi. Olmayacaq, elə kıldı olacaqdır. Reşki dürr meknun kıldı şükrü minnet ki aklı can verdi. Nütfiye nutk ile zeban verdi. Nütfiye nutk ile zeban verdi. Bir gedir o gedim o sani hakimidir ki. Şer kurtardı. Şimdi ona uygun bir ayet getirir Kur'an'dan. Laqad halaqnal insane. Biraz gediblər bunlar amma biz oxuyaq fi əhsəni təqvim. Fəhvasınca vücud insan bir müştü turab və bir qətrə və bir qaç qətrə ab ikən insanın yaradılığından danışır. Vücud insan bir müştü turab torpaq, bir müştü turab və bir qaç qətrə ab ikən hüvəllezi yusəvvərəkum fil ərhami keyfə yaşa. Elə bir Allahdır ki sizi analarınızın rəhimində nəqqaşlıq elədi. Nə cür ki istədi. Müqtəzasınca karxani ərhamidə, ərham rəhimlərin cəmi. Rəhimlər. Xani ərhamidə yədi qudrət və qələmi hikmət ilə bir şəkli sənəm mahvəş və bir peykərəti və bir peykəriyyəti dilkəş təhrir və təsvir eylər ki تلقتی منیری گمر تنویری سپهری سباحت و مطلعی ملاحتن مه چهاردهی دوغ و yadığımdır. Bu bilmirəm. Məhi çahardəhum ehtimalən olacaq. Çahardığım. Bu taza bir kəlmədir. Məhi çahardığım və ya doğdumdur. Əcəba məhi çahardığım bunu yazaq görək nə deməkdir? Və bunu yazaq bizə bunu tərzim eləsin. Yəni indi məcburuq öz dilimizi özümüzə. Əlbəttə ərəbcə sözdür, amma hər halda biz bunları öyrənməliydik da. Yəni bunu da deməliyik ki, günah bizdədir, bizə amuziş verməyənlərdədir. Mətlə'i məlahətdən məhi çardəhə doğdu ehtimalən və ya doğdumdur. Görək bu nə deməkdir? Mətlə'i məlahətdən mən iştibah yazmışam. Məlahəndən eləmişik bunu. Gərək çevirək. Düz baxmıram mən bunu. Məlahətdən məhi çardəhə. Burada nə gəlibdir? Doğ və ya doğdumdur. Tamam, indi düzün yazdıq. Müəllifihi, müəllif nə yazır? O cavab verincə biz bunu şey eləyək. Mətlə'i məlahətdən məhi çardəhə Türkmaninin yazılışında iki ehtimali də araşdırmaq lazımdır. İki ehtimal deyir bunun barədə. Amma qaydalara və klasik ədəbiyyatın seyrinə əsasən
bu iki kelimatın hansısının doğru olduğunu gözden geçirək. Doğ əmr siğəsidir. Əgər doğ kəlməsi işlənibsə, bu əmr və ya təmənna istək sayılır. Yəni məlahəti gözəllik mətləindən, çıxış yerindən ey ay doğ bu anlama gəlir. Bu halda şair öz məşuquna xitab edir və ondan görünməsini, yəni gözəlliyinin çıxış yerindən ay kimi doğmasını istəyir. Bu klasik qəzəllərdə çox rast gələn bir ədəbi sənətdir. Doğdum mazi feili olur. Əgər doğdum kəlməsi işlənibsə, bu bir xəbər və ya hakiyə sayılır. Yəni məlahət mətləindən mən doğdum. Bu halətdə şair özünü aya bənzədir və deyir ki, mən məlahət mətləindən gözəllik yerinə, yəni ay kimi doğdum, təcəlli etdim. Klasik ədəbiyyatımızın ruhuna və ustadların dilinə baxdıqda nə olur? Adətən məh ay xitab olanaraq doğ deyilir. Ey ay doğ istəyi daha çox şeiriyyət daşıyır. Doğdum işlənsə, bir az mən şair özünü o qədər yüksək bir məqama qoyur ki, o gözəllik mətləindən ay kimi doğur. Bu da ola bilən bir mənadır. Tamam, bu doğmaq mənasında elə işlədibdir. Pəs məhi çahardəh doğ və ya doğdum deyir ki 14 günlük ay kimi ya doğ günən, yəni pərdənin dalısından çıx ya da çıxdım deyir. Genə li müəllifihli həqir, kitabı yazan özünə də həqir deyir. Bu nə qudrəti olur ki xal həqir, ölə bu vəkilə liqay münir, afərin ancaq ola sünü kəmal, xak abə bu dönlü hüsnü cəmal. Şeir qutardı, çarçıvənin içindeydi. Zəhi mühsini həsən ara ki, mühsün həsən gözəllik anlamındadır. Mühsün gözəllik eləyən, məşşatə anlamını da işlədə bilirik. Zəhi mühsini hüsnü ara ki, innəllaha xaləqəl insanə oxum fi surətihi, beləsi oxunacaqdır. ehtimalən gərək beləsi olsun. Misdaqınca hər cəmilün cəmalində cilvə nüma olub, eyni uşşaq-ı müştaqa hər ləhzə bu yüzdən ərz didar و kəşf rüxsar eylər. Beyt. Gedək o birisi səhifəyə. Burada çoxlu təəssüflə o əsiddən düşübdür. Çox görməyəcəyik. Yəni bir tikəsini oxuya bilməyəcəyik. Gər sirri cəmaləş nəşudi rəhzən eşq. Orada əsid tökülübdür, çox yerləri gedibdir. در وصف غزالان غزل نو خوش که سرودی. Qalanı bir qədim و qədirdir ki, bir avuç xaç həqir pərtövü cəmal misali bi misalindən bir vəc lətafət oxunmur ki, neçələr eşq yolunda tərk sərcan edib həsrət visalində yoxdur və ayini simai sıfanımaləri baisi غزل سرایان توتی جفتار و موجب مدحت جزار علوب شاعران سخنساز و ساهران نشته پردازان اوصاف خال و القاب حسن و جمالندن نکات عجیبه ابیات غریبه ilə neçə dəftər و divan tədvin edib hər məqalədə bin dürlü xəyal bağlı beyt ey be hüsn afət cahan ki toyi که شناسد تو را چنان که تویی. در لغت در نعت حضرت فخر کائنات علیه افضل الصلات صلوات
صلوات موزون ترین و تهیت مدحتگرین ol مطلع دیوان nübüvvet ve metle'i gəside-i risalet üzerine isar nisar olsun ki efsehül Arabi vel ecem ve eblagil rusul ilel cemil ümem der ümemdür. Nezmi Kur'an mücüz nizam ile şuarayı suxan efzayı ilzam edip اوتیت جوامع الکلام اوتیتو جماع الکلام səsi yoxdur, ona görə bilmirəm ki, otayta oxuyaq, otayta oxuyaq, utito oxuyaq. Kəlam, ənə əfsəh. Bunlar abi yazıb. Ərəbcələr bu səhifədə, o birisi səhifədə yaşılda yazılmışdı. Burada indi abi ya mavi ilə yazılır. Kəlam, inna əfsəh birlə fənni fəsahəti həzizi tədənnüsdən ozi təqəddüsə ilətti. Ehtimalən beytidir burada. Nəzm bədii mülk-i cahan xoş qəsidə است. Beytul qəsidə نعت جلال محمد است. نصر صلی الله علیه و سلم و علی اهل بیته و آله الطیبین و اصحابه الطاهرین و من تبعه الی یوم الدین. Burada Hazreti Muhammed'e diyecektin, gelir çerçeve içinde kime diyecekti onu. Der beyan fazilet kelam mevzun ve meziyet şiirayı hikmet peyam sehrunumun. Burada da gelir diyor ki sözün ahengi olan onun fəzilətində danışacaq və şüərai ki hikmətli danışırlar, hikmət pəyam sözlərində hikmət yatıbdır, onların məziyyətində danışacaqdır ki, pəyami sehrnumun sahir olan, sehr eləyən, cadu eləyən. Bülbülan باغ بیان بلاغت نمون و مرغان سجع سنجان فصاحت فزون. Əni, kimlər mənzurum? Əni, mənim mənzurum. Şüərai ayı kəldibdir. Ayı çox uza çəkib, üstünə böyük bir mədd qoyubdur, yəni uzaldın. Şüərai sabiqun və nüzəmai əqdəmun cəələhəmullah min zümrəti Quran ayəsi ya abi ilə, mavi ilə yazıbdır. La fərqə əleyhüm və la hum mühzənun. İhtimalə mən qələt oxudum. La fəvqə əleyhim və la hum oxuya bilmirəm. Yecrimundur, nədir? O da onda la xufə əleyhim və la hum yuhzinun. Xəzinə sinələri və dəfinə dil biçinələri qəlb-i şüərai xəzaynur rəhman. Şüəranın qəbri Allahın xəzinələridir deyə bir hədis var, bir söz var. Məzmunincə, deyək ki, ərəblər ayrı rəh, ərəb sözlərinin hamısı ayrı rəhdə yazılır. Məzmunincə, nəsim-i ilham-i Rabbani və həva-i feyz-i subhani hubub edib bəhari zəmayirdən zəmayir içərilər. Bihar زمایردن امواج افکار ile کناره گلن زواهر عرفان و عوارف لعالی معانی و معارف جنزینی اسرار الهی و خزینه واردات نامتناهی واقع ol durری غرر صنایع و بدایعی سرای غیب و سراپرده لا ریبیده واقع olan avayis nefayis məqalata və məqsud yenə o üzdəki o şey gəlmişdi, üstdəki səhifə, bu arxadakı səhifədə, bu da arxasıdır da, arxasında və o bir səhifədə o əsid olan yerə düşdük yenə. Və məqsud ora oxunmadı. İhtimalən oxuya bilmirəm burasını. Halləl fazilə
زیور زیب و زینت دلفریب ورب قلوبی orada hər nə desə gedibdir. Firifte və alufte və şüfte və aşufte qalmışlardır. Netə ki ol kamilül kərami, yəni Həzrət Şeyx hər kəsdə adı görsənmi təəssüflə o əsid ki tökülüb üstünə, bu da gedibdir. Qəddəsə sirruhu xəmsədə buyurur. İhtimalən xəmsə-i nizami olacaqdır. İhtimalən. Ona görə mən fəqət hədс vururam. Yəni nəzmi, əlbəttə xəmsə neçə nəfərin var xəmsə yazıbdır. Mən burada nizamini bir dana ya kimi görsənir axırda, onu ben nizami ona göre deyirəm. Bəlkə ola bilər ki, ayrı bir adı olsun. Bir ayrı nüsxədə bu adı doğrusunu tapaq. Əlbəttə, bəlkə burada şiirində də bir şeylər ola ki, tapaq görək bu nizamidən ya ayrısındandır. Əni Həzrət Şeyx Nizami Qəddəsə Sirruh xəmsədə buyurur, nəzm qafiyə سیخان چه سخن برکشند قافیه سنجان چه سخن برکشند جنز دو عالم به سخن درکشند خاص کلیدی که در جنز اوست زیر زبان مرد سخن سنج راست بلبل ارشنده سخن پروران olmadı. Erşinde bəs olmayacaqdı. بلبل ارشند سخن پروران بازیچه مانند بازیگران یا بازدیگران belə bir şey oxuya bilmədim onu. Nədəndir? Biraz əcib yazılıbdır. Hətta hükəmai həqaiq şinas və awliyai dəqaiq iqtibas şeirə ilham və şairə əmirül kəlam demişlər. Böyüklər deyiblər ki, şeir ilhamdır və şair də əmir ilhamdır. Nəzm şeir bərarət bi əmirət nam kəşşüərai ümərail kəlam آتش فطرت چو پریشان شوند یا ملک از جمله خیشان شوند پرده راز سخن پروری است پایه از پایه پیغمبری است بیش و پس صفت کبریا پس شعرا آمد پیش انبیا و دخی اول شیخ مولوی و معنوی و صاحب کتاب مثنوی سنده شعر ثمره ولایت ve alamat-ı keşf-i keramettir demişler. Pəs Mevlana Həzrətindən belə bir şey gətirdi ki, o şeirində, məsnəvisində deyibdi ki, şeir səmərə-i vilayət və əlamat-ı kəşf-i kəramətdir. Nəzm از کرامات بلند اولیا اولا شعر است و آخر کیمیا. اول شعر sonra da شیمی. این سخن را تو ندانی سرسری şairi cüzvi است az peyğəmbəri. Quranda da buna bir işarələr var. Ona görə də Mollavi oradan götürübdür. Oradakı peyğəmbərə də deyirlər ki, sən şairsən. Allah'tan da vahiy gəlir ki, o şair deyil. O sadəcə millətin dilində danışır. Və dəxi uləma və hükəma-i kəlam mənzum və kələmat-i müntəzəmə haqqında bi hədd و لایعد فضایل و فواید تحریر edib zümre insana zیور fəzl و irfan və pirayi nutq bəyan edən şərif و latif nisbət nəsnə görməmişlər nətəkim füzəlay fürs Farsın cəmidir. Fars at sürənlərdir. Amma burada inanmıram o məniyə gəlsin. Mənə belə gəlir ki, burada Fars adında deyir. Yəni Fars dilin qəsd edir. Nətəkim füzəlay fürs fəzilət
Ünsüden biri fəziləti süxən babında kitab müstədavində buyurmuşdur. نظم سخن آواز بر جبرییل است. روح بخش از دم اسرافیل است. سخن از چرخ برین آمده است. بحر پاکان به زمین آمده است. و دخی بuyurmuşlu durçi beyt. Cerbudi cevheri verای سخن جربودیست جوهری ورای سخن آن فرود آمده به جای سخن. علل خصوص که کلام قدیم واجب التقدیم یعنی قرآنda deyir. علل خصوص کلام قدیم واجب التقدیم و فرقان عظیم لازم التعظیمdə neçə ayat əzimə və bəyinat kərimi موزون واقع olmuşdur. Mümasil bəhr rəml mahzuf. Bəhr rəml nə deməkdir? Musiqi bəhrlərindən, ahənglərindəndir. Havalarından da mən bilmirəm. Burada ehtimalən Qur'an ayəsindən yazıb, amma oxuya bilməyəcəm. Lizfalu birrahti. Ehtimalən belə bir şeydir. Mən oxuya bilmədim. Tunfiqu və mümasil yahrihid hərcət. Bilmədim nə deməkdir. Ehtimal verirəm ki, bu Tallahu ləqəd asarukəllahu aleyna və mümasil bəhr müqarib. Bunlar ki, şeylərin adıdır. Bəhr həzc, bəhr mütəfariq, mütəqarib ehtimalən. Bunlar ahənglərin, musiqi havalarının adı olacaqdır. Amma mən bilmədiyim üçün də oxuya bilmirəm onun üzüylə. Yəni, bir nəfər bunlar musiqini bilsə, Qur'anı bu şəkildə oxuya bilər. Yəni. Və yərzuqhu min heysu la yəhtəsib. Şimdi o musiqi ayəsində, musiqidə nə cür oxunacaqdır, onu mən bilmirəm. Xaصة ki, şuəray ərəbün əfsəhi uruziləri kəlam qədimin kəmal bəlağətindən və furqan əzimin əkməl fəsahətindən ayat əzimənin əksəri təqti' olunmağa qabil və əsrar məanidə bəhrini payan olduğu cəhətdən cəmi buhur və qəvafiyə şamildir. Deyirlər ki, yəni Qur'anın ayələrinin bir çoxunun tikə-tikə kəsib ahəng ilə oxumaq olar. Və bu tikə-tikə kəsib, tikə-tikə ahəng ilə oxumağın da məniləri dəyişdirər. Və içindəki olan əsrarı açar. Kaş mən musiqi biləydim, Qur'anı beləsə oxumağa çalışardım. Yəni, çox gözəl olardı. Əlbəttə, ərəblər bəzən qəşəng oxuyurlar, gözəl də səsləri vardı. Buyurmuşlar, nə an ki bundan qərəz nəzm Qur'an möcüz nizamə mənzum demək murad ola. Yəni, istir deyək ki, bu mənzurumuz bu deyil ki, deyək Qur'an möcüzədir, amma şeiridir. Yox, bunu istəmirik deyə. Demişlər, nə an ki bundan qərəz nəzm Qur'an möcüz nizamə mənzum demək murad ola. Haşa, haşa, sümmə haşa və ya xud mevzun vaqe olməsi müzillu müxillu ola. Deyir ya da ki, hətta içində özünün ahəngin olması, o da ona bir eybi irad ola Qur'ana. Xeyr. Əvvəla nətəkim ola, nətəkim ol şeyx namdar nami, Həzrət Şeyx Əbdülrəhman Cami. Orada da bir adı nəzərimə beləsi yazılmışdı, ona görə. Rəbbəhə Allahu ruhahu və qəddəsə sirrəhu səciyyə sənədə buyurur ki, nəzm, Bismillah tac sər Qur'an است. زان که سنجیده برین میزان است. و زر اگر موجب نقصان بودی ورز yaz. Əlbəttə bilmirəm yəni nə demək. Ehtimalən qələt yazıbdır. Əgər موجب نقصان بودی لفظ موزون نه ز قرآن بودی و زیرا
istəyirəm görüm düz oxuya bilərəm, amma oxuyamadım. Hətta kəlam qədim və furqan əzimin müfəssirləri və mühəqqiqləri və nüşədan müdəqqiqləri yəzidu fil xəlqi ma yəşa ayətinin təfsirində murad təb'i mevzunudur diye buyurmuşlar. Əgərçi bəzi mühəddisین qətində فخر کائناتیدن علیه افضل الصلوات و اکمل التحیات کلام موزون صادر olmadı. Yani olanı dahi qəsdə müqarin olub sudur bulmadı. قال علیه السلام حضرت رسول yani انا النبی لا کربه انا ابن عبدالمطلب کبی انا ابن عبدالمطلب چبی و دخی bu çi مسابحه و مماثل نتا کلام موضوع معجز نمون lisan hikmet beyanilerinden vakı oldu. Lakin şe'riyeti murad olunmadı. Ama kelam ana afsahu birle fenni fesahete ve nazm belagete tergib gösterib. İnne mineşşi'ri lehikmetun ve inne minel beyani lesihren. Buyur diler. Hazreti Muhammed'den belə bir hadis dedi ki, şeir hikmətdən bir parçadır və danışıq cadudan bir parçadır. Çox gözəl sözdür. Çox gözəl sözdür. Nə anki əvvəl məcmə'i kəmalat ulum şeir fi hədd zatih bir əmr məzmun və şüəra dəxi anun iradi ilə muayət və məlhum ədd edib kəlam mevzunudan iba və itnab ederdi. Beyt Nəbidir ana şairlik yaraşmaz. Nəbidir ana şairlik yaraşmaz. Yedi Musa'da sahirlik yaraşmaz. Bəlkə münkirin və müşrikin inkar və itadə məcal bulub. İnad olacaq o da. Bəlkə münkirin və müşrikin inkar və inadə məcal bulub və Quran-ı Əzimi şeirə həml edib ixtilaf-ı ixtilalə mucib və bais olmasından həzər etdilər. Nətəkim şüəra-i fürs buyurmuşlardır ki, nəzm. Nə çox farsı şeir gətirməyə çalışır. 465 il bundan qabaq yazılan bir kitabda fars dilinə istinad edilir burada. Nəzm. An پر از گوهر قرآن مستش آن پر از گوهر توان مستش زان ینالود یشفر انگشتش. ehtimalen iştibah oxuyuram. Hər ikisində oxuya bilmirəm. An پر از گوهر قوان da oxumaq olar, tavan da ayrı bir şey oxuya bilmirəm. Qur'an da oxuya bilər, oxumaq olar. An پر از گوهر Qur'an məstəş olmaz axı Qur'anla. Zan نیالود به شعر انگشتش زان نیالود به شعر انگشتش تا نه خلقی به جمان درمانند چین دو جوهر مگر از یک کانند. Nəsr. O Qur'an olacaq. Elə an پر از گوهر Qur'an həstəş də ola bilər, məstəş məni vermir. Ola bilər mı yazılır amma hı oxunacaqdır ehtimalən. An پر از گوهر قرآن هستش زان نیالود به شعر انگشتش تا نه خلقی به جمان درمانند چین دو گوهر مگر از یک کانند. نصر. معلومdur ki şeir hər nədənli dilpəzir və nəzm hər nədənli
لا نظیر اله احسن الشعرا kəzəbəh. Şairlərin çoxu yalandır. Yəni yalan deyəndə yəni bir düşüncələr yaradırlar ki, biz çoxumuz onu görmürük. Məsələn, mən özüm yaratdığım bir şey ki, indi üstündə də işləyirəm. Mavi insanlıq. Yoxdur bu. İnsanda eşikdə baxsaz mavi insanlıq yoxdur. Amma bunu şair yaradır. Yəni o insan bunu yaradır. Əhsən şeiri kəzəbəh. Ya əhsən şüərai kəzəbəh. Şairlərin yaxçısı çox yalan deyənidir. Müqtəzasınca pirayi şahidi kizb و زور və sərmayi surur غرور. Yenə bu hal ilə füzəla və büləqa qətində bərahin əqli bir mübərhən və dəlail nəqli birlə mübəyyəndir ki, fi nəfsil əmri şeir şeirin mərtəbəsi əla və mənzələti münteha olmasına münafi dəcildür. Və kütüb-i təvarixdə məstur və əlsinə-i ərbab əsmardə məzkurdur ki, Həzrət Adəm nəbi və Əbülbəşər səfi ki, məscud mələikə müqərrəbin və məhbət lüğat əvvəlin və axərindir. Kəlam mövzun əvvəl ondan sadır oldu. Mövzun yəni ahəngli, vəznili, mövzun vəznili söz. Məsələn, Heydər Baba Gündalığı dağlasın. Geçə özünün bir ahəngi vəzni var, havası var. Bu cəddidir ki, Həzrət Adəm də deyirlər ki, beləymiş. Əlbəttə xəbərimiz yoxdur, amma deyirlər də yəni. Və o zamanıdan bu anə dəkin dinilib, yəni qulaq asılıbdır o ahəngi mövzun, səsli, ahəngli səslər və o zamandan bu anə dəkin dinlənilib, təzayüd buldu, çoxalıbdır getdikcə. Ol zamanə ki, qabil habili qət etdi, ani görüb Adəm səfinin sinə-i səkinəsindən sururi və didədən nuri və cümlə-i cəsədindən sükun və qərari getdi. Özü ahənginə düzəldir. Yəni görürsünüz kimi burada zahirə nəsrdir, amma vaqiətdə bunu biz istəyək oxuyaq ahənginə, bu şeirdir. Əslində bu adam özü şeirlə yazır. Zira həm oğlu, həm yaridir. Həlak olub getdi və neçə ruzigar valəhu zar olub mərsiyə tərzində bu bir qaç beyti ibda və irad edib oqurdu. Həzrəti Adəmdən deyir ki, bir neçə şeir qalıbdır. Biz bilmirik düzdür ya yox, amma deyirlər də, yəni. Burada bir şeir də qırmızı yazıb, şeir-i tarih həzrət nəməni belə bir şeir-i tazi həzrət. Belə bir şey yazılıbdır. Bilmirəm nəməni də. Burada da qırmızı devam edirmiş ehtimalən. Təğəyyərtul biladə mən əleyha fəvəccəhəl ərzu müğəyyirə və qəbih fəvə əsəfə ələ habil ibni qətilun qəd təzəmmənəhul zərih təğəyyirə kulli zi təəmin və ləun və qul bişəşəşətin bəşşəşətil vəçhi səbih ya zəbih. Bu da o şeir ki, Həzrət Adəmə nisbət veriblər, ərəbicəndə yazıblar, onun dilindən yazıblar. Yəni Həzrət Adəmin dilindən biri eşidib yazmayıbdır ki, Həzrət Adəmə görə bir şair, ərəb şair bu şeiri deyibdir. Amma bir sail sual etsə ki, bir sail yəni sual soruşan. Amma bir sail sual etsə ki, Adəm-i Səfi xud lisan-ı səryani təkəllim edərdi. Sən niyə ərəbcə deyirsən? Təkəllim edərdi. Bu məsnəd olan əbyat-u mənzum kələmat ərəbi olmağından gəldisə, vaqiən mütəvəccih oluruz, söz vaqiən mütəvəccih olursuzdur der və məqul sual. Lakin mü'tərizin etirazına
İki etirazına, burada tazaşdan yazıbdı ki, iki etirazına üstünə də xətt çəkibdi ki, yəni qələt olubdu. Lakin mütərizin etirazına iki vəc ilə cavab vardır. Biri budur ki, və əlləmə Adəməl əsmaət külləhə. Allah Həzrəti Adəmə tamam adları öyrətdi. Burada deyir, yəni məncə tamam dilləri öyrətdi. Onu deyəcək. Mucibincə Həzrəti Haqq və Fəyyaz mütləq cəmi əlsini ana təriq ilham bildirmiş ola. Gördük ki, burada da deyir, bəli, dilləri ona öyrətdi. Əsma burada dillər andına getdi. Və yaxud füzəlay ərbab təvarix lisan Süryanidən zəban taziyə döndürmüş ola. Vallahu a'lem. Be həqiqətil hal və bir qolidə dəxi kəlam mövzun 7-ci fələkdə bir mələkdən sadir oldu. Pəs Rəbb-i Ərş-i Əla, yəni Həzrət Haqq Cəllə və Cəlayə mövzun və mənzum təsbihlər və təqdislər edərdi. Əl-an, ehtimalən şeir buradan sonra başlanacaq. Edərdi əl-an, edə bu durur div o rivayət olunur. Ehtimalən şeir buradan başlanır. Edərdi əl-an, edə yurdu diyu rivayət olunur. Beyt. Zikri məcdən etməz ruhi məlik olur hilal. Şükrü həmd qılmasa nəfs-i nəfis ürməz nəfəs. Və Həzrət Adəm Səfidən qeyri Həzrət Yusuf Nəbidən və Ənbiya-i cüzinin bəzindən sadir oldu. Tamam. Bu görürük çox gözəl, sadə dil ilə bir türkçə kitab yazıbdır. Əlbəttə ərəbi ilə qatışıqdır. Çox da ağır bir kitabdır. Görürük burada dərbəyan illəti şeir goftən şüəra və vəci nəzm kərdəni. Bu qırmızılar ki belə yazıbdır farsca. Bunu nüsxəçi yazıbdır. İndi buradan bəlli olur ki bu nüsxədir. Gedək biraz kiçiklədək, o birisi səhifələrdə görürük ki bu kitabın adı haqqında bir şey deyəcək ya yox. در مدح پادشاه اسلام ذل الله الملك الالام مد الله ذله الى yevmil həşr və qiyam. Tamam, buranı oxumalıyıq, əşğaçını da oxumalıyıq. Çünki bu iki yerdə həm kitabın niyə yazmışam, həm də kimin zamanında yazmışam onu deyir. Ol maliki məmaliki iqbal irfan və nazim intizam insucan məfxər salatin al Osman İlla hüve Sultan ibn Sultan Süleyman ibn Səlim xan Sultan Süleyman. Hangi çağda yazılıbdır? İndi bunu tapdıq. Çağ Sultan Süleyman ibn Süleyman qanuni olacaqdır. Səlim xan. Sultan Süleyman ibn Səlim xan xəllədə xilafətəhu və əbbədə səltənətəhu. Birinci dəfə burada gör, xilafət sözün bu kitabda gətirdi. Və əbbədə səltənətəhu məcmuə-i əqalim səbə səfayin məmalik məhmiyəsindən bir qat vərəq və cəraid arayın sinəsindən bir iki bəraməki yibir qədər. Bu nədir? Maxtı bilmirəm. Yibir qədər. Bir əmki yibir nədir maxtı? Oxuya bilmədim bunu. Bəraməki oxuyuram, amma yibir qədər. Ötəbi əl-illiyəsi məcmə-i ərbab funun fəzail və sədiyi rəfiəsi mərcəi. Burada biraz əl yazma deyişir. Nədən deyişir bilmirəm. Və sədi-i rəfiəsi mərcəyi əhali və əfazil gülüstan müasirində اوصافی مفاخرسین eder. هنری اعنا دل هزار اناد دل بلا سوخ انادل هزار انادل نظم سرا مترنم و شکرستان مدیحتنده
Gedək o biri səhifəyə gedəcəkdir. Değişdi xətt, indi burada düzəldi yenə. Əsnaf müasirəsində edər həzaran tuti süxən ara mütəkəllimdir. Bir sahibi قران bir sahib قران پر اقتداردür ki saidi mesaidi quvvə qahirəsilə pəncəyi ruzgari bürmüşdür və bir qəhrəman ruzgardır ki tiği zərqilaf sinə-i şikafi ilə. Tamam, şahın haqqında gözəl sözlər deyir. Buradan geçək, bildik ki hansı şahdır, hansı sultanın dövründə də onun tarixini indi baxarıq. Amma gedək indi burada səbəbi təlifi kitab bölümünə. Bir gün ki Zöhre-i indi ki səbəbi təlifat kitab, səbəbi təlif kitab və bais təsnif məbadi xitab. Bir gün ki Zöhre-i Zəhra tərənnüm şeiri şüəraya erkürüb ya da erküdüb şüəranın mətlə-i aftabı kimi roşən mətlə'lərin həzar şoq ilə təqrir və tədbir yetər ol mətlə'ləri möhrün xamə-i zərrin zərnişانی ilə cəridə-i sipəhr yerinə təhrir edərdi. Bəndəxi bu şوق şعبdən və halət ذوق tərəbdən xamə خوب خرامی و دفتر اوراق gülfami ələ alıb sərvi qədlər və lalə xədlər vəsfində və adda olan nə deməkdir bilmədim. Adda iki dənə deyinəndə onu vad olan کلام موزونی و کلمات پرفسونی قبل حلول الأجل tədvin etmək murad edinib bu beyti dildə təkrar edərdim. Gəl ey Latifi, yazarın adı Latifidir. Gəl ey Latifi dəftərdəki dövrümdə bən fələk. Gəl ey Latifi, Latifi özünün adıdır. Pəs yazarın adı bu Dərviş Məhəmməd ibn Murad nasixdir. Bunu əvvəl burada yazaq, pəs nüsxəçi. Nüsxəçi oldu. Yazar kimdir? İndi burada yazarın adını yazsaq yaxşı olar. Latifi. Gəl ey Latifi dəftərini dövrümdə bən fələk. Divanə olma şeirini divanı dəftər et. Deyir, belə bir şeir özümdən zəmzəmə elirdim. Nəəm əl-ənisul kitabi əl-fəqr nəmənə belə bir şey yazıbdır, oxunmur. Məfhumincə füzəla-i sabiqənin müəllifatini Əlif-i canu müsənnifatini ənis-i canan edib bu şeiri şirini. Görək ki, yazan özü, yəni bu kitabı özü yazıbdır. Həsəb halu dildə məqal edinmişdim. Həsəb halu dildə məqal edinmişdim. Hər dəm əhli dillərin yanında yaridir kitab. Hər dəm əhli dillərin yanında yaridir kitab. Munis oqati yar qəmgüsaridir kitab. Nətəkim əyləncəsi olacaq ehtimalən. Nətəkim əyləncəsidir mal-u cahünün. Əhl-i irfanın mal-i bişumaridir kitab. Munis bir də oxusam əvvəldən, çünki nəzərimə bir şeyi iştibah oxudum. Həsəb halu dildə məqal edinmişdim. Hər dəm əhli dillərin yarində yaridir kitab. Munis oqati yar qəmgusaridir kitab. Nətəkim anləyincəsidir mal-u cahilün. Aha,
Nitekim əyləncəsidir mal cahi cahilün, əhli irfanın da mal bişumaridir kitab. Yekdürür bin kan zərdən əhli fəzlə bir dərək. Yekdür bin kan zərdən əhli fəzlə bir vərəq. Bir vərəq yekdür, yəni üstü başdır. Yek türküdə baş, üst, ən başda gələn şey olursun. Farsiyə gedib olub yekdə, ədəd yek deyirlər, o da buradan gəlir. Yəni ən başda gələn. Yekdür bir kan, min kan, yəni min dana mədəndən. Yekdür bin kan zərdən, qızıl mədənindən, əhli fəzlə bir vərəq. Cahil alməz bir pulə, nə etsən, nə karidir kitab. Deyir, kitabı hər nə eləsən, almaz bir pula. Cahil. Cahil alməz bir pulə, nə etsən, nə karidir kitab. Kitab onun nə dərdinə deyər ki? Künzü la yəğniyə, erər padişahi vaxt alır. Künzü la yəfnəyə, erir padişahi vaxt alır. Deyir ki, kənz, yəni olur cənz. Ya yəfna, yəni qutarmayan. Deyir, şah da, vaxt şahı da o kitabı əvəzinə, o adamın əvəzinə ki, cahilin əvəzinə ki, malı pulu vardı, amma kitabı almazdı. Deyir, əvəzinə şah da qutulmayan bir cənz verər bir kitaba. Hər kimin cənzinə bu, cənzinə daridir kitab. Hər kimin cənzinə bu, cənzinə daridir kitab. Gəl bəri ey zülmət, açarəm ab heyvan istəyən. Gəl bəri ey zülmət, açarəm ab heyvan istəyən. Bu səvad itirə, o eynün çeşmə saridir kitab. Xunçəbəş dillinin, olanın göglünün, açar gül gibi. Xunçəbəş dilkənc, olanın göglün, açar gül gibi. Bu kiləri harda oxuyayım, bilmədiyim üçün. Bu sevda itirə, o eynün çeşmə saridir kitab. Xunçəbəş diltənci olanın, göglün açar gül gibi. San gül sədbərci fəsli nobəharidir kitab. Ol kişi buldu cəhan içində yari bixələl. Eyləti fi hər kimin yanında yaridir kitab. Şeir burada qutardı. Lacərəm əl-vəhdətü xeyrun minəl cəlisin nisvə elə ehtimalən bir şey nisa'dır, nisvədir, bilmədim. Əl-vəhdətü xeyrun min cəlisin nisvə, yəni nüvə, belə bir şey yazıb oxuya bilmirəm. Ehtimalən tək oturmaq. Məfhumincə tələbbüsü əlayiq tələbbüs əlayiq xəlayiqdən əl büyüb və pay ixtilat və irtibat zeyli fəraغət və iltivaya çəkib künci cüzlət-ü cüşeyi fəraغət intikhab ixtiyar etmişdim. Eynül yəqin görmüş və ilmül yəqin ilə bilmişdim ki, aləmdə üzlət kimi səbəb feyz و futuh və qənay qənaət məsabəsində rahaتی ruh olmaz. Bu tikəni oxuyacağım, çünki mənə çox xoş gəldi. Və ehtiyac و iltimas kimi bi əlac inabülməz və həm bunlar izzəti üzlətdə və qənaətdə bulmuşlardır və damən təmə u hirsə təşəbbüs edənlər be gümni təvəkkül və təfvizdən məhrum və məhcur olmuşlar. Beyt zəbnای دهر وقت کسی خوش نمی شود خوش وقت آنچه معتکف جنز یا کنز عزلت است. Bu طریق cümlə vəhdət və rahətə vasitə və vəsilə oldu. Alimin düsti surət və düşməni sirət naməsifət iki yüzlü və xamı var iki dillü müfsəd və qəmmazlərindən və husud و həmmazlərindən əmin و mütməyin oldum.
Ustad Kamil bu beytine hoş demiş. Bu beyti Ustad Kamil bu beytine hoş demiş ve bifay şükri xaçibine hoş şükrüleriymiş, yaşakerleriymiş. Orasını baş tapmadım. Beyt. İsterem bu cuşeçim ehl alem olmaya. İsterem bir cuşeçim ehl alem olmaya. Ehl alemden bana ta bir nefes غم olmaya. Farsi bir ayrı şiir. بهر کسی دوستی کردی شد آخر دشمن جانت به خود گر نیستی دشمن به مردم دوستی کم کن. Burada da bir nəsihət oxumaq kimi dedi. Amma istəyirəm görüm ki, bu şeirin kitabının adını deyə bilər ya yox. Bu tor və təriq üzərə dəvavin və dəfatirlə üns tamamım və təvamir و صفاین ilə ülfəti معالا کلامم واردی به حسب الاستعداد مایده معرفتون لذتی یافتسی و شهد علم و عرفانون علا قدر الحال ذوق چشیدسی ایدم روی کتاب یار خوش منظر جبی منظورم و تکامل و تهاون منفور و مخزورم ایده bu həvəs və rəğbət ilə hər kitab و dəftərə nəzərimdə Her kitab و dəftər nəzərimdə bir dilbər növxəddu simin və dilruba məhpeykər idi və huruf و nöqtə səfhi uzarında مانند خال و خط olub hər bir sətr müsəlsəl مسلاگین و مسکین مثال زلفی گرهگیر پرچین بر şekli زنجیر انبرین görünüyordu ve sevad zulmet xat içre xizr dile ab hayat bulunurdu. Beyt. Ben istedim bu kitabın biraz aşağıda diyecek. Tamam okuyaq. آب حیوانی که اسکندر به تاریکی نیافت در سواد خط مکتوبات مزم یافتم. نصر خاصه که هنوز طفل نوخیز و نوآموزی کن شعر و انشای لعنس و الفتم و حزل و هنره صمیم جان و جناندن میل و رغبتم المغن لیس للانسان الا ما سعی موجبنجه و واهب حضرت وهاب الامان آمال و فیاض خدای متعال کمال کرمندن معمول مبذول بیروب خاصه گریهمده عبارات فصیحه و استعارات ملیحه بیرل منظوم منصور عدد شهور ایام بروج سپهر و مینافام جبی 12 عدد kitap risale ve menşe و مقاله تحریر و تعلیف etmiştim. 12 tane kitap yazıbdı. İttifak وفاق الروز پیروزده bu عید آسی bu عبد آسی و پرمعاصی برل علیف و انیس olmuş انواع معارف لمتعارف عز اخوان و اکرم خلانیدن bir yar bir riya var idi ki بهره علم و عرفانیدن bir tamam بهره‌مند و نطق بیان و عذوبت لسان ile بین الالام امجد و ارجمند idi و طبع پاک و لطیف ادراک ile ve latif idrak ile طریق نظم و inşanın yolun varmıştı ve fenni lağz و معماده خیلی at germiş idi. Bir kamil العیار idi ki صفحه خاطری وسعت سفینه و جنج چبی ابیات اشعار و لطایف اسمار بی شمار بی حد و بی شمار ایدی و الگه در طالب فضل و هنر و راغب دیوان و دفتر ایدی که
bir dem əlindən cəraid و rəsail və bir an dilindən kələmat əfazil getməzdi. Beyt. Vücudi hilleyi vücudi hülyeyi fəzlil hali hududi mülk nəzm و nəsr vali. Nəsr. Labud ol fazil fəzilət məab əlində bir kitab bəlağət nesab vardı. Açıb hər fəsl babindən bu həqirə xeyli xitab etdi. Məgər əvvəl kitab kirami cavab Gülüstan Bəharistan cami idi. افاز الله نوره کتاب مذکوری شیخ مزبور ریاض جنان و حدایق روزان gibi 8 rozeyi توزیع و تقسیم edip bir rozesinde məxsus و müstəqil şüərای əcəm məratib və məqadirin bəyan və mənaqib و məasirin əyan etmiş. Ol nəmət və sənək üzərə ol şəkəristan nəzmün tuti şəkərxایی və gülüstan şeirün əndəli və süxənsərایی əni میر علی شیر نوایی نور الله قبره و تاب مشهده کندو لسانی و öz زبانی üzere مجالس الانفاس adlı bir kitab nefis tertib ve tahrir edip şuarای سلف فرسون بعضیله کندو diyarında ve öz روزگارında vaq olan əzizlərin ənfas nəfisəsin ol kitabə kətb etməklə əsər-i vücudilərin ihya və nam و nişanlərin cahan fanidə ibqa etmiş. Beyt. Çox gözəl kitabdır. Daha istəmirəm oxuyayım çünki در بیان اظهار کردن عجز اتزار این filan Bəhman görürsünüz ki, çox gözəl bir kitab, çox da rahat yazılıbdır. Xətti əlyazmadır, qədimi 445 illik, 65 illik bir kitabdır. Türkcədir, ərəbcəsi çoxdur, çox düzdür, düz yazdı. Yəni nəsrdir, amma vaqiyyət budur ki, bunu nəsr kimi görməməliyik. Bu özü musiqiçilərə versəm, bu özü musiqidir kitab. Çox əla. Onun üçün də 300 neçə nəfər də şairin burada, şairin və düşünənlərin adını yazıbdır. Mən istirdim ki, gedək bir o düşünürlərin adlarından görək ki, neçə bir-iki nəfərin düşüncəsinə bir baş çəkək də. Yəni bu kitabı oxumuşuq heç olmasa. Həzrət məsələn əvvəlim nəzərimə gələn, əlbəttə bundan öncə də yazmış ola bilər. Mən bu səhifədə ki görürəm, indi PDF-də 20-ci səhifədir. Yəni bu kitab 414 səhifəlik bir kitabdır. PDF-də 207 səhifə görsənir. در ذکر حضرت سلطان المشایخ و برزخ البرازخ مقرب حضرت قیومی اعنی جلال الدین رومی افاظ الله تعالی نوره و قدس سره. Bunun haqqında bir şey yazır. Mevlana'nın biz kitabları ilə tanışıq. Çox yazarlarımız var, onların kitabları ilə tanışmırıq. Demirəm Mevlana'dan üstündülər ya aşağılar, amma dünya səviyyəsində düşüncə sahibləri var, insanlar var. Hətta Mevlana'dan belə düşüncələri, çox güclü düşüncəli olanlarımız var. Amma nədən isə bəzi yazarlar məşhur olublar. Bir çoxu da onlardan güclü də olsa yaddan çıxıblar, gediblər. İndi Mevlana'nın haqqında bir şey yazır. Bir işi cümlə oxuyacağam, çox oxumayacağam. Yəni nəhayətdə 5 sətr oxuyacağam, gedəm o birisi düşüncələrini. Bu zümrənin sərdari. Bu zümrənin sərdari və sərdəftəri və bu firqənin salar و sərvəri ol cənab buzurgvar və kaşif قوامض الاسرار اعنی Hazreti Molla Xudavəndgar. Molla Xudavəndgar kimdir bilmirəm. Molla Xudavəndgardır ki, mərqədi pur ənvari və məşhəd feyz asari vilayət Yunanidə diyar Qəvamanidə Quniyə deməklə Qəvaman həman olur Quniyə. Quniyə deməklə məşhur şəhrədir və vaqe olmuşdur. Və hicrətün 604-cü sənəsində bələdi Bəlxidən diyar Rumə gəlib Rumidə nümüvvü nüma bulmuşlar. Pəs 604 Hicridə Bəlx iyalətindən
diqqət buyurun, təqribən getir, yəni əcəba mən soruşum, bu sualı gedim ChatGPT-dən soruşum ki, əcəba Mevlana Rumi ilə Əmir Əli Şir Nəvai arasında bir ilgi mi var? Görək ki, Mevlana Cəlaleddin Rumi və Əmir Əli Şirnəvai arasında müstəqim və zamansal bir ilgi olmasa da, bu iki böyük şəxsiyyət arasında dərin və mənəvi bir fikir ilgi var. Bu ikini bir neçə hissədə araşdırmaq olar. Zaman və məkan fərqləri. Mevlana Rumi 7-ci Hicridə, yəni 604-də gəlibdi yaşayıb. Əli Şirnəvai 844-də, 200 il aralar var. Yox. Tamam. (604-cü sənəsində Bəldə-i Bəlxidən diyar Rumə gəlib, Rumidə təməvvü nüma bulmuşlar və vilayət məzburedə 4 yaşında gəlib. Aha, 4 yaşında dədəsi ilə gəlib, pəs tez gəlibdir. Ab-ı havayı ruh pərvəri ilə olmuşlar və Rumilinlə məlum məşhur olmuşlar. Rumilinlə məlum məşhur olmuşlar. Nəşv nümaləri və kəmal zuhuriləri vilayət Rumidə vaqe olduğu baisdən افواه عالمیان و السنه جهانیانده نسبت و نامی و شهرت تامی Cəlaleddin Rumi deməklə şəhir və şayiədir. Zamanları Ali Səlcuqdən Sultan Əlaəddin dövrünə irmişdir və Sultan Muilə Canu və Sultan ehtimalen Mulevi olacaq. Mulevi ilə canu dildən murid iradət pəzir olub Xudavendigar bunu Əl-Fənn ana vermişdir. Bu bir yəni burada görürük bunun haqqında istəyir danışsın və biz əlbəttə burada Kəmal-i Xocəndi, Şeyx Kəlam-ı Xocəndi onun haqqında danışır ehtimalən. Burada kimin haqqında? Sultan Vələdin haqqında danışır. Az danışacaq. Bu Sultan Vələddən bir-iki kəlmə oxuyaq. Sultan-ı Sərir و vilayət Sərməd və xaqan təxt nişin mülk əbəd sirri Cəlaleddin Rumi əni Həzrət Sultan Vələd. Sultan Vələd Mevlevinin oğludur. Mevlana'nın oğludur. İndi bildim. Və tamam bunun haqqında danışır. Deyir ki, Həzrət Mevlana'nın vələd-i humami və namiləri və vələd-i ciramiləridir. Əl-validə sirri əbihi oğlan dədəsinin sirridir. Fəhvasincə olduğu maliki məmaliki qudsiyə və saliki məsaliki ənisiyyədə cəzəbat-ı ilahiyyə birlə əksər oqat məvalih və valihu məczub و mətləb haqqıda həm muhib و həm məhbub idi. Halat, qələbat, şoq و cəzəbə eşqida sanma ki bir yerdə dururdu. Mudam müttəsil zəmin üzrə fələkvar çərx ürürdü. Keyfiyyət. İndi mən bunları biraz yedim aşağıya istəyirəm ki, görün bunun özünün bir düşüncəsini zindecanlığından istəmirəm çox oxuyayım. Əlhaq etmişlər. Xassə ki, Rübab-i Name-i Nam bir kitab mənzumi, bir dana kitab yazıb bu adam özü. Rəbab-namə. Kitabın adı Rəbab-namədir. Rübab deyil. Rəbab-namə. Nam bir kitab mənzumi və hər beytidə neçə sirri məktumi var. Bu bir qaç əbyat Dilistan
ol saz meclis قدیسان و طرب فضای بزم روحانیاندندر. نظم از کتاب رباب نامه، هرچه هست اندر جهان ای نامور، ار بدی و نیکی و ار خشک و تر، از دین شکر و شکایت مضمر است، اندرین شکر و شکایت مضمر است، نیم کامل نیم دیگر ابتر است، نیم شادی هست شاخی از جنان، نیم غم از دوزخ و nur و دخان. Nime an görürsüz ki feylən burada bu şeyler hakkında gedir. Məncə çox ciddi Cənzuri Cənzini mənəvi və məhrəm raz kitab məsnevi əni Həzrət Şeyx Sədreddin Qənəvi. Şeyx Sədreddin Qənəvidən də bir şey deyir. İsm şərifləri Muhammed ibn İshaq deməklə məzkur və küniyyət aliyələri Əbulməali deməklə məşhur. Vətən əsliləri əslidə Məlatiyədir. Sonradan Qənəvi olmuşlardır. Məlatiyədə olurmuş. İhtimalən Məlatiyə ehtimalən Endolus'da olacaq. İhtimalən bilmirəm, mütməyin deyiləm. Təbəqi-i Uliyada məşayix kibarın fazillərindən və şuyux mutasavvifənin kamillərindəndir. Xacə Nəsireddin Tusi ilə rumuz əmrikən və künuz elmlərindən rumuz əmr kün və künuz elmi lədündə miyanlərində əqli və nəqli çox sual cavab bəhs və xitab geçmişdir və Mevlana Qutbuddin elm hədisidə onların şagirdidir. Cami-ül Usul adlı risaləsin və Təzkirətül Münteha nam məqaləsin xətt şərifləri ilə yazıb ona təlim etmişdir. Görək bu kitabdan bir şey bu adamdan bizə yazacaqdır. Hazreti Şeyxun varis-i nüqud-u fəzaili və sirri əzizidir ki zehni nəqqad və qəd. Diqqət buyurun, yəni mən bunları da geçim çünki nəzərimə gəlir ki kitabdan da az oxumadıq əlbəttə. Bir saat yarımdır bu kitabda səhifələr oxumağa çalışırıq. Amma diqqət buyurun ki bu şeyxlərdən biri ki məşhurdur, Mevlana'dır və Mevlana'nın siz 2 dənə heç olmasa kitabı ilə bizlər tanışıq azdan çoxdan və adını çox eşitmişik. İndi diqqət buyurun ki Mevlana kimi məsələn 330 dənə adamımız biz burada gördük. 330 neçə dənə? 34 dənə əgər səhv eləməsəm 334 dənə adamın adını gördük burada. Yəni görə bilərik burada. Və bunların hərəsinin bir dənə məsnəvicən ya bir dənə mənəvicən ya külliyatıcan Həzrəti Mevlana'nın bir yazıları ola, bir kitabları ola. Görün ki biz nə böyüklükdə bir insanlıq keçəcəyi ilə və gələcəyi ilə üzbəyüzük. Çox ciddi bir məsələdir. Mən bu kitabın gedim 100-cü səhifəsindən 200'dür da. Tamam, 100-cü səhifəsindən 1-2 sətr oxuyayım. Sonra gedək bir axirindən də bir şey oxuyaq, gedək bir ayrı kitabımıza. 100-cü səhifədə görək kim var? Adam adı var ya yox. Burada bir hər kəs də onun şeirini yazır. Və onun düşüncələrindən biraz yazır, amma adını tapaq sonra. Sinan Paşa rəhmətullah. Tamam, tapdıq. Gəldik 98-99-cu səhifədə gördük ki Sinan Paşa rəhmətullah əleyh. Mən Sinan Paşa deyəndə deyirdim bir vəzirdir, bir savaşçıdır. İndi görək ki burada nə deyir? Sinan Paşa rəhmətullah əleyh həzrətinin oğlu özür istəyirəm. Sinan Paşa rəhmətullah əleyh Xızr bəy oğludur. Ya da Xızır bəy oğludur. Beynül Vüzəra Xacə Paşa deməklə mütəarif və məşhurdur. Sabiqən Bursa müftisi olan Əhməd Paşa yəni bu Bursalı, Bursada yaşırmış. Türkiyədə bir şəhərdir.
Sabiqən Bursa müftisi olan Əhməd Paşa Çuğun bəradəri və Məhəmməd xan Qazi dövrünün fazili fəzilətpərvəri idi. Sultan Məhəmməd xanə xacə olmuşdur və Sultan Məhəmmədin xacəsidir, müəllimidir. Hansı Sultan Məhəmməd? İndi burasını gərək oxuyaq tapaq. Ehtimalən Sultan Məhəmməd Fatih. Sultan Məhəmməd xanə xacə olmuşdur və Beynül-Vüzəra Xacə Paşa ləfzi ilə şöhrət bulmuşdur. Əslində rəisül uləma və qudvət-i fuzəla idi. Zehn-ü zəkavəti, bədəl və fərasət və kiyasətdə zərbül məsəl idi. Diqqət buyurun, yəni Mövlana kimi bir adamdır, gedib vəzir olubdur, dövlət idarə edir. Bu cür deyil ki, qədim bizim alimlərimiz, düşüncələrimiz qalırdılar eşikdə. İndiki kimi. Yox. Fərasət və kiyasətdə zərbül məsəl idi. Rivayət olunur ki, əhd-i tüfuliyyətdə hənuz balıq olmadın, bəliğ olub və tifli 7 salə ikən mənbər və vəzə çıxıb xəlqə əmr məruf və nəhy az münkər edərdi və taliban fəlah rüşd və rəşad və yümn vəz irşad ilə fəlah və rişad bulub təriq müstəqimə zahib olurlardı. Aqibət əsrində ələmi üləma və əfzəl füzəla oldu lacərəm. Məhəmməd xan Mumi nə mənə bu olacaqdır? Məhəmməd xan Mumi ilahi bu vəsilə mütəşərri və mütəvəzzi bulduğun üçün umur cumhuri ana təfviz edib vəzir edindi. O zamanıda umur vizarəti nümayəndi mütəşərri və mütədəyyin kimsələrə verərlərdi. Fəzl-ü hünərindən sonra zülm-ü günahidən pərhiz və təqdis dəxi görülərlərdi. Nə anki şimdiki kimi bu adam öz dövründə yazır ki, bizim dövrümüzdə pisdir. Qabaqçı dövrlər yaxşıdır. İnsanlar həmişə keçmişlərin daha yaxşı görürlər. Gibi mürtəşilər, irtişaçılar, mürtəşilər annalərə vəqtalərə umur-i ammə nə mənədir bu? Amməyi sipariş edərlərdi və məzalüm-ü məxaifdə. Tamam, indi burada yenə də görürük ki, bir dana böyük bir şəxsiyyət, amma görürük bu şəxsiyyət adı nə idi? Sinan Paşa. Sinan Paşa kimdir ki Sultan Məhəmmədin vəziri olmuş. Bugün bir əlyazma kitabla tanış olmağa çalışıram ki adı Təzkirə-i Şüəra Latifidir. Yazarın adı Latifi amma nəssaxın adı isə neydi? Adı isə Dərviş Məhəmməd ibn Murad. Dərviş Məhəmməd ibn Muraddır ki bu əlyazmanı 982-ci ildə 982-ci ildə yazıb qurtarmış görünür. Tamam, biraz da itilat verirəm bu kitaba. Çünki mənim sorular da bir dərdimə deyə bilər. Çünki bu AI-lar
indi biz məlumat veririk buna. Təbii ki, sabahları məsələn adam bir işə istəyə yazıla, buna deyir ki, məsələn mən kitablar çoxmuşam, onların adlarını ver. Onlara görə səndən bəhs eləmişəm, onları yığcınən mənə bir şey verəcəksən. Bu o halətdə dərdimizə dəyə bilər. Bunu da 2-3 gün bundan qabaq bunun özü ilə yazılaşırdım. Orada belə bir təklifdə bulundu. Ona görə Sinan Paşa və sizin işarə etdiyiniz Lətifinin təzkiri-i şüərası haqqında məlumatlar bu şəkildədir. Xacəzadə Sinan Paşa, Sultan Məhəmməd Fatihin vəziri. Yazmağa ehtiyac yoxdur. Sinan Paşa vəfatı 891-ci hicri ilində o dövrün ən böyük alim, ədib və dövlət adamlarından biri idi. Siyasi məqamı Sultan Məhəmməd Fatihin vəzirlərindən biri idi. Ədəbi şəxsiyyəti o, türk ədəbiyyatında nəsr sahəsinin ustadı sayılır. Ən məşhur əsəri Təzərrünamə. Diqqət buyurun, bir dənə beləsi kitab yazıbdır ki, türk nəsrinin ən parlaq və səciyyəli, yəni qafiyəli, səciyyəli, ya səclili, səclili, səcd sözündən gəlir. Əlbəttə burada o türkcə yazdığı üçün o eyni kəlməsi gedir. Ona görə biraz oxuyanda çətin oxuram onu. Səcili, qafiyəli nümunələrindən biri hesab olur. İlgisi, sizin əlyazmalarla olan marağınız nəzərə alında Sinan Paşanın türkcəni elmi və irfani səthədə inkişaf etdirməsi onu o dövrün ən təsirli şəxsiyyətinə çevirmişdir. Lətifi və təzkirə-i şüəra. Lətifi Əbdullah ibn Məhəmməd Lətifi. Tamam, bunun adı pəs yazarın adı olacaq nə? Əbdüllətif ibn Məhəmməd. Lətifi Əbdüllətif. Əbdüllətif ibn Məhəmməd. Adı kamil adı budur. 9-cu əsrin sonları, 10-cu əsrin əvvəllərində yaşamış ilk türk təzkirəçilərindən biridir. Əhəmiyyətliyi, onun təzkirə-i şüərası Osmanlı dövrünün ədəbiyyat tarixinin öyrənmək üçün ən mötəbər qaynaqlardan biridir. Sizin əlyazmanın 982-ci hicri ilində Dərviş Məhəmməd ibn Murad tərəfindən təhrir olunması bu nüsxənin çox dəyərli olduğunu göstərir. 980-ci hicri qəməri Lətifinin əsərinin yazılmasından çox sonra deyil və klasik türk dilinin durğun dövrünə aiddir. Sizin əlyazmanız 982-ci əhəmiyyəti. Sizin əlyazmanızın nəssaxı Dərviş Məhəmməd ibn Murad bu tarixi, yəni 982-ci hicri bir kətibə şəklində yazıb. Bu tarix Lətifinin əsərinin ilk nüsxələrinə yaxın bir zamanda sayılır. Nüqtə, Dərviş Məhəmməd ibn Murad bu katiblər məmulən bir mədrəsə və ya kitabxananın xidmətində olurdular. 809 hicri qəməri ili, yəni keçən gün araşdırdığınız Divan-ı Xəlili ilə bu əlyazma arasında təqribən 170 il fasilə var. Bu o dövrün türk yazı və xətt qaydalarının türkü diqqət buyurun ki, mən nə cür yazıram, o cür yazıram. Yəni mən türkü vavla yazıram. İndi bu AI da vavla yazır. Çünki adət edir ki, sizinlə bir geçsin. Necə dəyişdiyini müqayisəli mütaliə etmək üçün sizə çox gözəl bir fürsət verir. Sinan Paşa və Lətifi. Lətifi öz təzkirəsində Sinan Paşanın əsərlərindən və onun ədəbiyyatdakı yerindən də bəhs edir. Sizin bu iki mövzu paralel araşdırmağınız Osmanlı klasik ədəbiyyatının fəlsəfi və tarixi islahatını başa düşmək üçün ali bir yoldur. Bu əlyazmaları araşdırılanda Sinan Paşanın səcili nəsrini Lətifinin bioqrafik və yanaşması ilə müqayisə etmək sizin türk dilindəki artistik və ədəbi qüdrətinizi daha da gücləndirəcəkdir. Tamam. Qeydaq kitabımızdan bu da
gördük ki, düşünürlərimiz çox da güclü bir insanlar və gedək axirdən bir səhifə oxuyaq və qutaraq kitabı. Axirdən bir səhifəni hardan başlasaq yaxşıdır? Görün, burada bir şey vardı ki, kitabın sonuna görə bir şey bu adam özü yazır. Hər halda burada mən bir səhifədə burada biraz arxadan gedirəm. Görün, biraz oxuyacağam, sonra qeydək. Görək ki, ömür olsa bir ayrı kitab açacaq. Galiba zamani qovmindən ehtimalə galiba zamanə qovmindir səğir və kəbir həris və həvaya mübtəla və əsir olub fiillərin təğyir etdiyi üçün Hazreti Xaliq qədim innəlləhə la yuğayyir ma bi qovmin hətta yuğayyir ma bi ənfüsün müqtəzasıncə miyan xəlayiqdə məmduh və mərğub olan xəsail sifati bəqiyyi bərəkat və həsənat ilə suy səmaya rəf etmişdir. Bu səbəbdən əxlaq həmidə və şəmail pəsəndidə âmi ənam و tami xəvas və əvalim beynindən külliya getmişdir. Beyt. Nəfsi halin qul etmə təğyir. Nəfsi halin qul etməsə təğyir, lütfi təğyir eyləməz təqdir. Pəs bu və əzu nəsəq üzrə əyyami yevmən fəyevmən tənəzzül və tədəyyündə nə tərfəu tərəqqidə və xəlqi su'i xəlq ilə və xəlqi su'i xulq ilə besai təbai olub ya da səbai təba olub bir-birinə hiqd و həsəddən kərganə nəzər edərlər və əhanət و xəyanətlə bir-birini yeməkə ümərlər. Beyt. درونگو کوسها مردمی بر حذر است آدمی از آزادمی. Lütf mürəvvət nəhadələrindən dur və rəhm و şəfəqət fəvaidlərindən bəid و məhcur. Beyt. Əfsanə olundi ehsan ilə kərəm, əfsanə oldi dinidə ehsan و kərəm, hər kimə kərəm desən edər ki bu gün lacərəm. Seyr sipəhrin. Tamam, beləsi gedir. Mən istəyirəm kitabın axırında bəlkə bir şeydən də oxuyaq. Seyr arayış surət zahir olub seyr sipehrün bu təsiri dilgirlicindən xəlq aləm sərd و بارد və təb'i pəjmurdə dil و افسرده خاطر و اسیر آرایش صورت ظاهر و لب و اسرار عرفان و معانی نظر دون لمافل و ادانی dür. Qaçıb aləm mənidə kəmunə və ədəb mən sumti nəcca ehtimalən qəl'əsinə təhəssün etmişdi. Kim məni zaman surətdə siz labüd bu hal purməlalidən təbiətə kəlan و گسلان
ariz olub şul qudretinə təhti quvvət qavad مرهون و müstəhəq və şul istidaət ki məkan imkanıdan. Mən istədim bu axırda bir şey var idi. Gələk bir cümlə bu kitabın haqqında bəlkə bir şeylər yaza. Onu ümid و əməl qəsidəsin qəsr و bəridə və məqal و əqali xaməsinin zəbanın şikəstə bu qal و qil dəvatində dəhanın bəstə qılıb min bə'də əhd و yemin etdim ki nəzm و nəsrdən bir misrə və bir fəqərə demeyim və ana bir zaman tamam. Qutarım. Burada qutarım. Kitabın tarixində əvvəldə oxumuşduq. Mən fikir edirəm ki zamanımız yeni qutardı. 2 saat təqribən az qalıb olsun. Görüm ki nə etməyək. Acaba o birisi kitaba geçsək yoxsa qalsın o birisi kitab? Bu birisi kitab qalsın. Bu birisi kitabda qalsın. Sabah bunu oxuyarıq. Bunu sabaha keçərik. Amma elə bundan bəs indiki vaxtımız hələ bir 5-10 dəqiqə var. Qeydaq bu kitabın son səhifəsini oxuyaq. Başdan ayağa. Dəcildür ki, ürf nasidə mənsəb dedikləri sənəddir. Kinayət sənəddən ürf nasidə mənsəb dedikləri sənəddən kinayətdir. Mənsəb dedikləri sənəddən kinayətdir. Məsnəd dəxi tühəf و hədayadan ibarətdir. Mali məsnəd mal məsnəd mal durunə fəzl-u kəmalıdır. Beyt məsnədin yox nə sevər edər fəzlün nə sevda oxuya bilmədim bunu. Məsnədin yox nə sevdaydır fəzlün sənin var kəmali neylərsən orada bir şey yaza gərək yoxdur. Olunmaz belə bir şey. Xülasə kəlam və nəticə məram oldur ki dövrün dənaət və şaməti vəsayeti əlsine-i əqlam ilə hər cür təqrir و təhrir ilə vəqahət və qəbahətinə nəhayət və qayət bulunmaz. Laçərəm bu əfqər و əxqər روزگار ناهموارون خطی ترسا صفت bu معکوس و مقلوب احوال و اطوارından mütəəllim və mütəzəccir olub. Dil azurda səxt başad suxan mucibincə vufuri heyrətimdən və vafir şikayətlər və kəmali zəcrətimdən qüssə-i purqüssəmi ya Rəbb halimi hikayət etdim. Beyt labud əhli dərd olan vafir şikayətlər edər. Bulubən bir kimsəyi dərdi dərunin şərh edər. Aqibətül əmr kitab-ı mərqumun səbəb təlifində sabiq zikr olan yazdığımın Əlhac vəl-İbrami İlhah-ı İbrami və iltimas-ı iqdami ilə çar و naçar bu ovraq pərişan xatir pərişan ilə cəm edib ovran pərişani xatir pərişan ilə cəm edib mühimma əmkən təhrir gətirdim və beqədr-i vüs'ə bu qədər surət verdim. Bu umid و rica ilə ki İxvan irfanın bu səfinə-i müarifə və cəridə-i lətayifə təvəccüh nəzərləri vaqe olduqda vüsət əxlaq kərimələri və əltaf ətayay əmimələri müqtəzasınca bu əbd zəifi əni Abdullah Latifi haqqi rəhməti ilə yad can qəmcin həzinin dilşad etməsinə lütf latifi və kərəm bidəriq məbzul və buyurələr ki bu təhrir və
tədvinün irad-ı icadindən murad-ı mal qərəz mafi mafil bal oldur. Tamam. Allah Teala bu böyük insana rəhmət eləsin. Deyir ki, qərəzim də budur, fəqət insanlar məndən xoş danışarlar, dua eləyərlər. Biz də onu bir dua eləyək. Allah ruhin şad eləsin, ruhlarını şad eləsin bu böyük insanların. Təəssüflə biz bu 334 insandan üçün tanımırıq. Yəni, əgər biraz qeysaq dalıya ən azından bir Mevlana'dan və Paşadan sonra birinin də adını bilsək, fikir edirəm ki, və haqqında biraz oxusaq, hətta biz bilsək ki, hangi tarixdə yaşırmış, o da bizə heç olmasa bugünkü şeydən bir bu 2 saatdan bir əlimizə bir xeyir bir şey gələr, bir şey öyrənərik. Yəhya bəy səlləməhullah. Yəhya bəy kimdir görək? Yəhya bəy səlləməhullah şəhri İstanbulidən Ətəbi-i İlliye-i bəndələrindən xidmətgüzar və dilavər sipahi vəz-i sipahi kələmat-ı ilahidir. Şüəra-i əsrün mümtazlərindən və əhli həm yəni ordu insanıdır, yəni savaşçıdır bu Yəhya bəy. Görürük ki, xidmətgüzar və dilavər sipahi həmcəydə vəz-i sipahi və kələmat-ı ilahidir. Şüəra-i əsrün mümtazlərindən və əhl iştiharın imtiyazlərindən irad-ı nəzmə şə'nində qudrət və təsərrüf zihnində cövdət var idi. Xasə məsnəviyyatından zəban türkidə cəvabi xəmsəsi, yəni ehtimalən Nizaminin xəmsəsinə cavab yazıbdır. Xasə məsnəviyyatından zəban türkidə cəvabi xəmsəsi bəlkə səb'əsi, səb'ə vardı kitablar, onun da deyir cavabını yazıbdır, var. Siyyəma ki risali şah və cədasi və kitab-ı Yusuf و Züleyxası beynül ənam məqbul و məşhur xas amidir. Diqqət buyurun, belə bir insanımız vardı ki, bir xəmsə yazıbdır. Kimdir bu adamın adını oxuyaq? Yəhya bəy və onun xəmsəsi ya da əgər varsa səb'əsi haqda bilgilər verər misiniz? Görək ki, bəlkə beləsi tanıya bilək, yəni görək ki, bu Yəhya bəy kimdir, hangi zamanda yaşayıbdır, nə deyibdir, amma oxuyaq biraz elə. Bunun bir şah cədası var, bunu da yazaq, Yusuf-i Züleyxa, onu da əlavə eləyək ona. Görək, özü də əgər onu deməsə biz də deyək. Xəmsə, 5 məzmun, Yəhya bəy. Yəhya bəy Nizami Gəncəvinin ənənəsinə və Əmir Əli Şir Nəvainin izinə sadiq qalaraq 5 əsas mənzum əsər yazıb ki, xəmsəsini təşkil edir. Gəncini raz, əxlaqi və irfani bir məsnəvidir. Aha, onun yazdıqlarının adlarıdır. Gülşən-i Ənvar, bu da dini və irfani mənzununa sahibdir. Yusuf-u Züleyxa, Yəhya bəyin ən məşhur və ən çox sevilən əsəridir. Nizami və Caminin bu dastanına çox gözəl və bədii bir türkcə ilə nəzirə yazıb. Cəlibdir ki, Nizami ilə Camiyə nəzirə yazıb. Şah-ı Gəda ki, burada dedi, aha, istidik bunu yazaq. İrfani bir təmsildir ki, zahiri və batini və varlığı müqayisə edir. Bu kitabı biraz oxumuşuq. Amma biz nağılını oxumuşuq. Əlbəttə fikrim şeirini də oxumuşuq. Əsrar-ı Şuhud. Bu da bir kitabdır. Diqqət buyurun. Son mənzum əsəridir ki, təsəvvüf və irfan sahəsindədir. Səb'ə məsələsi varmı? Ədəbiyyat tarixində Yəhya bəy həmişə xəmsə sahibi, xəmsəçi kimi tanınır. Rəsmi olaraq klassik ədəbiyyatda səb'ə 7 mənzum əsər yazan şairlər çox azdır. Məsələn, Əmir Əli Şir Nəvainin xəmsəsi var. Amma onun bütün ədəbi misrası səb'əyə yaxınlaşar. Nəticə,
Yahya bəyin Səbə adlanan ayrı bir toplusu yoxdur. Onun ədəbi divanı, xəmsəsi və siyasi ictimai şeirləri, o cümlədən Şəhzadə Mustafa'nın ölümünə yazdığı məşhur mərsiyə onun əsli mirasını təşkil edir. Sizin araşdırmanız üçün necə yararlı ola bilər? Siz ki 982-ci hicri tarixli bir əlyazma Lütfinin təzkirəsi ilə məşğulsunuz, həttəmən diqqət edin. Lütfi təzkirəsində Yahya bəy Latifi, Lütfi dedim, yenə də iştibah elədim. Latifi Yahya bəyin müasiridir. Özü orada deyir də, yəni sözdən bəllidir ki, müasirdir. Onun təzkirə düşüşü arasında Yahya bəy haqqında yazılan hissə o dövrün şairləri arasında Yahya bəyin nə qədər etibarlı və danışılan bir şəxsiyyət olduğunu göstərir. Dil və üslub. Yahya bəyin dili Əmir Əli Şirnəvainin təsiri ilə türk ədəbiyyatında Osmanlı türkcəsinin ən paş və rəvan dövrünün təmsil edir. Bu dil sizin şeir qüvvəsini inkişaf etdirmək üçün ən gözəl ülgü, nümunə ola bilər. Bir tövsiyə, Yahya bəyin Yusuf və Züleyxasından bir neçə beyt oxuyub onu öz yazdığınız şeirin musiqisi ilə müqayisə edin. Bu sizə Osmanlı klasik nəzmini ən içəridən hiss etdirməyə kömək edəcək. Tamam. Biz bir dənə də şəxsiyyətlə tanış olduq Türk dünyasında ki, onun da 5 dənə kitabı var və bir dənə də əlbəttə o 5 kitabdan ayrı kitabları da ola bilər ki, görək dedi ki, onun və Kitab-ı Yusuf Züleyxası Beynül Ənam məqbul məşhur xas amidir. Təriqi məvaizdə xud gəncini raz və naz و نیازی bir tamam mühəqqiqanə və şamixanədir. Və əş'ari xeyli dərdməndانه və bəzi mühəqqiqanə və bəzi rindانədir. Netə ki, bu şeir mütəsəvvəfanə andəndir. Yəni adamın 5 dənə kitabın adını bildik. Bir də dedi ki, o Şahzadə hangisi idi? Mustafa. Şəhzadə Mustafa da öləndən sonra ona da bir mərsiyə yazıbdı ki, deyilir o da çox, yəni bu dedi ki, çox böyük bir əsərdir. Görək onun şeirindən bir dana burada gətirdi. Sübh-i sadiq gibi ey gafil ağardı səqqəlün. Sübh-i sadiq gibi ey gafil ağardı səqqəlün. Xəbərin yox səni neyləyib bu qəralı əcəlün. Ya qəzalı əcəlün. Fəqr ilə qaf qənaətdə yürü ənqa ol. Fəqr ilə qaf qənaətdə yürü ənqa ol. Xanində düşmə məgəslər kimi. Xanənə düşmə məgəslər kimi hər mübtəzəlin. Üstünə çəksə nola hər qəndə sə cahil zira. Üstünə çəksə nola hər qəndəsə cahil zira. Yücədir mərtəbəsi şəms-ü qəmərdən zühəlin. Bu mətlə mətbu dəxi در dövlətdə dərban olmaz. Bu mətlə mətbu dəxi در dövlətdə dərban ulu Rizvan Tuba qəddu sərvi sidrə xəram münteha. Ehtimalən şeirdir bu. Mən belə ki oxudum, çünki bu mətlə mətbu dəxi در dövlətdə
Burada ehtimalən bu şey olacaq. Bir dənə şeirdir, amma mən niyə belə oxudum? Xəram muntaha qamət həqdən anın əşarindəndir. Aha, buradan başlayır. Mətlə. Dərbani padişah edib ol sərvi qaməti Dövran niyə qəpuya gətirdi qiyaməti. Bundan bir şeiri başlayıb bunun. Nəsr. Bu iki beytdəxi anın şahu cədasindəndir ki, Həzrət Adəm Səfiyyə Əbülbəşər olub və Həzrət Muhammed sallallahu aleyhi və səlləm Əbül Ərvah olduğuna işarətdir. Nəzm. Ani xəlq etdi ibtidada xuda. Enbiya həb tüfeyl oldu ana zahirə xatimə o sərvər olur. Mübtəda ana olur, müəxxər olur. Hadis-i qudsi Ənən nəbiyyü və Adəmi beynəl ma'i və tin. در بیان خاتمه کتاب به حمدالله ملک الوهاب. Bu kitab müstədab nəsab fərzan və ibarət məşhun və bəlağət əncam tarix hicrət nəbəviyyənin sallallahu aleyhi və səlləm səneyi sülsə, səlasə və xəmsinə və tisəmiyə. Yazan indi deyir ki, nə mənə? Kitabın əsl yazı tarixi. Bunu da burada çıxartdıq. Deyir ki, Nəbəvinin sallallahu aleyhi və səlləm səneyi səlasə və xəmsinə və tisəmiə. Yəni, indi Latifi son səhifələrin birində əlyazmanı bu tarixlə tamam edib yazır. Nə yazır? İndi onu görürük ki, nə yazdı? Yazdı ki, bu kitab-ı müstədab fəsahat fərzan və ibarət-i məşhun bəlağət əncam tarixi hicrət nəbəviyyənin sallallahu aleyhi və səlləm səneyi səlasə və xəmsinə və tisəmiə. Nə yazıb? O tücrü olan hala getdi. Səneyi səlasə və xəmsinə və tisəmiətə. dən təfavüt və təcavüz etmədin itmam və ixtitam buldu. Tamam, burada da kitabın özünü tapdıq. Yaxşı ki, nə deyirlər? Qeydduq və kitabın son vərəğinə qeydduq, o adamı oxuduq. Deyir ki, bu ibarət sizin əlyazmanın tarixi haqqında çox mühüm və bir açardır. Klasik əlyazmalarda təfavüt və təcavüz etmədən təbiri katibin yazı və köçürmə prosesini nə qədər həssas və dəqiq apardığını və əsli nüsxəyə ya da müəllifin orijinal mətninə necə sadiq qaldığını göstərir. Bu tarixi təhlil edək. Yazıda qeyd olunan tarix səneyi səlasə və xəmsinə və tisəmiə 953. 953-də əsli kitab yazılıbdır. Biz bunu bilək. Yəni, indi bunu da tarixini burada yazsaq.
1447-nin axırıncı günlərində yox, bundan geçsək 953-ü çıxsaq, 953-ü çıxsaq 494 il öncə 494 il öncə yazılmış bir əsərlə türkcə və çox sadə və rahat oxuna biləcək bir kitabla tanış oluruq. Bu kitab heç hissatda olmasa bizə 300 dana düşünürümüzü bir qısa zamanda göstərir ki, bu adam özü Sultan Məhəmməd Fatihin dövründə yaşayıbdı və o dövrə yaxın olanları yazıbdı. Yəni bəlkə uzaqdan da yazıbdı, yəni Mövlanadan başlayıb gəlibdi, 200 il öncədən başlayıb, amma gəlib yaxınlıqları çox yazıbdı öz əsrin və gördükləri adamlara. Əvvəldə də deyir ki, bunların bir çoxunu gedib görübdü öz yerində, öz şəhərində görübdü. Yaxçı Lətifənin təzkirəsi şüərası 16-cı əsrin ortalarında yazılıb. Yəni Məsihi illərində əlbəttə. Tamam, buranı geçdik. Tarixi istirdik çıxadaq ki, onu da çıxartdıq. Biraz da bundan oxuyaq, görək daha nə dedi. Və sərcümləyə məstur و mərqum olan məxalis و əsami şüəra nəzm arai məşayix و səlatin ilə ədəddə bir tamam 300 nəfər oldu. 300 mən 33 saymışdım. Bəs dairələrin bir çoxu düz değilmiş. Bu kitabda 300 tamam dedi. Əgər şey olsa şüəradən şüəra nəzm arai məşayix və səlatin ilə ədəddə bir tamam 300 nəfər oldu. 300 nəfər şeyx və şüəra haqda yazılıb. Tamam. Əgərçi təxəllüsi həsəbincə, təxəllüs yəni xülasə yazmaq, təxəllüs həsəbincə və həsəbil etibar bu cümlə məstur və mərqum olanlar şüəradan əda olunur, ədd olunur. Bunlar bəlkə şüəradan yazılırlar. Burası çox mühümdür. Bir də oxusaq. Əgərçi təxəllüs həsəbincə, xülasə yazdığım üçün, həsəbincə və həsəbil etibar bu cümləyi məstur və mərqum olanlar, bu cümlə məstur və mərqum olanlar şüəradan olunur. Lakin bu cümlədən sahibi təb'i səliqə zadeyi qərihə güllənir. Şairi bir təb'i mucid və müxtəri biqayət, mucid və müxtəri, diqqət buyurun, mucid və müxtəri biqayət qillət və nüdrət üzrə bulunur. Fil məsəl belkidə biri və bində biri və əşri əşiri bilmirəm nə deməkdir. Əlbəttə bir dəfə araşdırmışıq, amma yadımda qalmış. Şair həqiqi və təb'i səliqi dəcildür. Beyt. Çox oldu gərçi söz bəhrinə qəvvaz, qəni qəvvaz ki bulə gövhəri xas. Və fi zamanına şeir davasın qılanların əksər və əğləbi mütərcüm müqəllid icad məanidə qeyri mucidədir və davayı duruq و bifruq ilə laf و cezaf etdikləri tədvinat sələfindən məxrəc və müstəxrəcəyə bir qaç kələmat xaidə bu təsərrüfat müzəxrəfə zaid hər biri qismi zəvaid ruzgarıdır ki, əmsal və əkfasının gündə bini toğru və bini olur. Nə bir kimsə gəldiklərindən və nə getdiklərindən bilir. Şairlər peyda olur ki, kəndi şəninə. İstir desin ki, yəni bu 300 nəfəri yazdım. Bunlar minlər nəfər var idi ki, onları yazmadı. Özlərini şair bilirlər, amma onlar müqəllidçidirlər. Bir çox adamlar vardı. Ki, deyir belədir, indi də o cürdür. Yəni bir də insanlar şeir deyirlər, yazırlar, oxurlar filan. Amma deyir onlar şair deyirlər, onlar müqəllidçidirlər. Yaradıcı deyirlər.
kəndi şən doğru və bini olur. Nə bir kimsənə gəldiklərindən və nə getdiklərindən bilir. Şairlər peyda olur ki, kəndi şəninə mülayim bir müxləs bu buləməz və dediği şeiri tədqiq və övzanın biləməz, əksəri kəmal əczindən şüəra-i sələf müxləs qullənür. Gedirlər qabaqçılardan, məşahir-i şeiri ədəb bir ilə müşai və müştərək olur. Məlumdur ki, bir şair məşhur ilə iştirak, ixtiyar və irtikab kəmal əczindən vüfuri cəhlindəndir. Burada da bir nəqd yazır ki, bir də insanlar gedirlər, qabaqçı şairləri oxuyurlar, onların üzünə onlardan deyək ki, fotokopi eləyirlər, yəni. Götürürlər, bəzi kəlmələri değişdirirlər, onu şeirə çevirirlər, o deyir, şeir deyil. Bu qədər bu günü görər. Çox gözəl bir kitabla tanış olduq türk dilində və 300 daha adamı tanıdıq. Tanımadıq əlbəttə, təəssüflə biz bu adamların adlarını da oxumadıq. İnsanın vaxtı ola, bu adları bir-bir oxuya və onların haqqında araşdıra, onların kitablarını tanıya və onların kitablarından da oxuya. Fikir edirəm, o Şahı Cədid nə idi, onu oxumuşduq bir-iki dəfə, amma yenə də vaxt olsa bir ayrı gün bunu oxuyarıq. Yəni, qanşarımıza çıxsa, gözəl şeydir qanşar. Qanşarımıza çıxsa, qonşu da qanşardan gəlir də, yəni qonşu, qanşar. Qonmaqdan gəlir hər ikisi, qonmaq. Qonubdur bizim qanşarımıza. Qanşar nə deməkdir? Qonşu, qanşar, qonmaq. Sağ olun, sağ qalın. Allah ömür verirsə, imkan verirsə bir ayrı gün bir ayrı kitablarla tanış olarıq. Hələlik sağ qalın.